У нас сегодня 200 бесплатных маек. Bəsdirin də, yaltaq yığını yaltaqlar. Yenə yığıblar dala girənləri Sibrizə. Bəs Leyla Əliyevanın uşaqları öz restoranlarının Sibrizdə sezon açılışını ediblər. Və bunu da hər yerdə paylaşırlar, önəmli, vacib, dövlət əhəmiyyətli xəbər kimi. Bütün sosial şəbəkələrdə gözümüzə soxurlar. Bezdiyə bütün bu yaltaq videolardan. Ay millət, uşaq pulu deyirsiniz, hə? Bax bunlar bütöv bir millətin uşaq pulusunu kəsib, öz uşaqlarına verirlər. Azərbaycan bunların uşaqlarınındır. Ona görə də xalqın uşaq pulusunu vermirlər. Hələ üstəgəl də həyasızcasına millətə yanıq verirlər. Əvvəllər biraz pazlamışdım ki, Azərbaycanın çörəyini yeyirsiniz, bar bu millətin dilini biraz öyrənin də. Yox, abırlarına dəysən qısıldılar. Qırıla-qırıla olsa da 3 dənə Azərbaycan dilində sözü ard-arda qoyub deyə bilirlər artıq. Yekəxanalıq olmasın, inanın. Mən və xaricdə bir neçə nəfər olmasa və biz bunların yaramazlıqlarından danışmasaq, əziz millətim, incimə, inanın ki, sizi adam yerinə qoymazlar. Hər istədiklərini daha artıqlamasını edərlər.